Bugün Bölgə TV Şəhid Anlar Vətən Tanılar layihəsində 5-ci verilişində Vətən müharibəsi şəhidimiz Mehdiyev Əhlimanın əziz xatirəsi yad ediləcək. Mehdiyeva Mənsurə Zülfəli qızı, şəhid Mehdiyev Əhlimanın anasıyam. Mənsurə xanım, şəhidimizin uşaqlıq illəri necə keçib, necə bir övlad idi? Onu tanıyanlar ən çox hansı xüsusiyyətlərini xatırlayır? Çox gözəl uşaq olub, sakit uşaq olub, mehriban uşaq olub. Yəni heç kimlə işi olmayıb. Qayğıkeş uşaq olub. Öz taytuşları ilə də mehriban olub, şən olub, zarafatçıl olub. Yəni Ailədə də həmçinin sizlə də mehriban, qayğıkeş olub. bəli, bəli. Bacısına, Bəli. sizə, atasına. Bəli. Xarakteri və şəxsiyyət, onun fərqli və yadda qalan xüsusiyyəti nə idi? Xüsusilə yadda qalan xasiyyəti nə idi, yəni ən çox? Yəni mən belə deyərəm ki, hər gün elə onun xasiyyətindən, onunla danışdığından, davranışından danışıram. Yəni belə xatirələr dolu günlərim var da onunla. Yəni biri-birindən ayıra bilmirəm. Ən çox sevdiyi məşğuliyyət nə idi? İdman. İdman çox İdman bir də rəsm çəkirdi. Hansı idman növünə məşğul idi? Özün üçün yoxsa idman edirdi, yoxsa necə? Hansısa Yox, özü üçün idman eləyirdi, bəli. Və sevdiyi məşğuliyyətlər deyək, sevdiyi hobbilərdən biri də göyərçin saxlamağı. Bəli, bəli. Göyərçinləri vardı. Göyərçinləri çox sevirdi. Yəni onlarla nəfəs alırdı deyərdim. Uşaqlıqdan saxlayıb da Bəli, göyərçin. bəli. Uşaqlıqdan saxlayırdı. Əskər gedəndən də sonra hər gün, hər dəfə mənlə danışanda soruşurdum, amma göyərçinlərim necədir, necə baxırsan? Gələndə də sizə tapşırmış. Bəli, bəli. Gedəndə də belə şəhid olanda belə göyərçin gəldi, mənə xəbər verdi. Göyərçin xəbər gətirdi. Göyərçindən gəldi onun xəbəri mənə. Necə oldu? Bir dənə danışa bilərsiniz qısa. Belə şəhid gəldiyi günü oturmuşdum, belə ağlayırdım. Yəni təcil maşınlar gedir, təcil yardım maşınları. Belə gəldi, göyərçin qondu qarşıma. Balaca bir göyərçin idi. Durdum, baxdım göyərçinə, ağladım. Dedim ki, balamın göyərçinlərinə yanına gəlib də bu göyərçin görən xəstədir, yoxsa dən istəyir. Durdum, getdim, dən gətirəm. Getdim, nəysə başım belə qarışdı, keçdim içəri. İçəri keçmişdim ki, hardasa bir müddət deməzdim, bir saat yarım keçmişdi ki, balamın xəbər gəldi. Əvvələ kimi bilmirdiniz, məlumatınız yoxdur. O göyərçin elə bir ki... Xeyr, məlumatımız yox idi şəhid olduğundan, elə gəldiyi günü bildik, gəldiyi saatı bildik şəhid olduğu. Ondan sonra balam şəhid gələndən sonra dedim, balamın göyərçini mənə xəbər gətiribmiş. Həmən göyərçini 2 ildən sonra mən getdim İmam Mirzə ağanın ocağında gördüm. Həmən göyərçini, o ürək göyərçini. Yəni onun həyətimizdə o ürək göyərçini yox idi. Bala göyərçin idi, belə körpə. Vətən sevgisi və hərb yolu, vətənə bağlılığı necə formalaşmışdı? Vətən sevgisi körpəlikdən var idi. Yəni həmişə nətər deyim, tələsərdi ki, yaşım tez çatsaydı, əskər gedərdim. Vətənimə qulluq eləyərdim. Mən də deyirdim ki, sənə icazə verməyəcəm gedəsən. Yəni təksən, bir bacıdır, bir qardaşdır, bəli. O da deyirdi ki, yox, elə bir şey eləmə. Ondan sonra mama sizin üzünüzə yanı baxmaram da. Heç vaxtı elə söz işlətmə. Yəni sevinə-sevinə getdi. Ailədə mehriban uşaq oldu. El-obada sahib seçilən hörmətli bir uşaq oldu. Yəni bunu mən demirəm, ha. Kimdən soruşsuz onu hamı yəni qeyd eləyə bilər. Şəhid olmamışdan əvvəl son söhbətiniz? Şəhid olmamışdan son söhbətimiz oldu ki, zəng elədi, xeyli danışdıq. Qonum qonşunu, qohum ağrəbənin hamısını bir-bir soruşdu. Nömrələrini aldı, hamı ilə danışdı. Axır sözü özünüzə müğayət olun, Allaha əmanət olun. Onunla bağlı heç unutmadığınız bir xatirəni bölüşə bilərsiniz? Yəni hansısa bir xatirə varmı? Şəhidimizlə bağlı ki, yəni o unutmamışsınız. Uşaqlıqdan şəhid olana kimi, yəni müddət ərzində hansısa bir xatirə varmı? Yəni onu unutmamışsınız. Bəli, xatirələri çoxdur. Yəni bir-bir saymaqla qutaran deyil. Ən çox da ki, içərdik həmişə mama ilə mehriban oturardıq, söhbət eləyərdik. Həmişə sirri sözü mən olardım, mənlə danışardı. Bəli, bəli, mənə bağlı olub.
Yəni atasını da çox istəyib ha. Prosto atasından söz deməyib. Həmişə atasından pərdəli olub. Övladda bir bağlılıq olur da, ya anaya olur, ya ataya. Atası ilə həmişə pərdəli olub, atasına hörmət qoyub. Mənlə də mehriban olub. Yəni sirdaşı mən idim də belə. Məni şəhid anası elədi. Qürur duyuram, fəxr eləyirəm balamın adı ilə, özü ilə. Başımızı əymədi, başımızı dik tutdu. İşğal olunmuş torpaqlarda azad etdi, bəli. İştirak etdi, özünün adına görə, yaşına görə irəlilərdə getdi, adı yüksəklərdə oldu. Bütün şəhid balalarımızın ruhu şad olsun, məqamları uca olsun. Fəxr eləyirəm bütün balalarla, şəhid balalarımızla, o cümlədən də öz balamla. Amin. Allah sizə səbir versin, Allah şəhidimizə rəhmət eləsin. Çox sağ olun, var olun. Allah köməyiniz olsun. Göyərçinlər mənim balamın, şəhid balamın göyərçinləridir, yadigarləridir. Bunları göz bəbəyim kimi qoruyuram, hər vaxtı da saxlayacam. Canımda nə qədər can varsa. Balamın göyərçinləridir bunlar mənim. Gənclərə və gələcək nəslə nə tövsiyə edirsiniz? Gənclərə və gənc nəsillərə tövsiyəm odur ki, vətənpərvər olsunlar, ayıq-sayıq olsunlar, vətənlərini sevsinlər, əhliman kimi mərd olsunlar. Əhliman vətəni sevdi. Allah rəhmət eləsin, Allah sizə Allah səbir bütün versin. şəhid balalarımızın ruhunu şad eləsin, məkanları cənnət olsun.